Rusiya ilə danışıqları Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Qazaxıstan yaxud Avropadakı neytral ölkələrdə keçirə bilərik. Bunu Ukrayna prezidenti Vladimir Zelenski Fox News-a müsahibəsində deyib. İran sülh və sabitliyi dəstəkləyir. Biz inanırıq ki, region və dünyanın gələcəyi əməkdaşlıq və qarşılıqlı inkişaf əsasında qurulmalıdır. Bunu İran prezidenti Məsud Pezeshkian BMT Baş Assambleyasının 80-ci sessiyasında deyib. Bu çərçivədə Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik. Pezeshkian qeyd edib. Ukrayna ordusu Rusiyanın Novorossiysk şəhərinə PUA-larla zərbə endirib. Məlumata görə hücumlar həm PUA, həm də su-üstü dronlar vasitəsilə həyata keçirilib və əsas hədəf şəhərin limanıdır. Ukraynanın Novorossiyskaya PUA hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Bu barədə şəhərin meri məlumat verib. Neft satışı ilə məşğullaşan Adnan Əhmədzadənin həbsi ətrafında müxtəlif müzakirələr aparılır. Günün Səsi.info xəbər verir ki, Adnan Əhmədzadə işin vaxtı ilə onun əsas kuratoru olmuş Anar Əlizadəyə cəlb ediləcək. Artıq Anar Əlizadənin Azərbaycana çağırıldığı da qeyd olunur. Məlumata görə, Anar Əlizadənin ölkədən geri dönüşünə məhdudiyyət qoyulub. Bildirilib ki, Adnan Əhmədzadə bəzi məsələlərə görə məsuliyyəti Anar Əlizadənin daşdığını deyib. Hazırda aparılan cinayət işinin istintaqı çərçivəsində Anar Əlizadənin də dindiriləcəyi vurğulanır. Mənbə bu prosesin SOCAR-ın sabiq rəhbəri Rövnək Abdullayev üçün də ciddi baş ağrısı yaradacağını əlavə edib. Digər məlumata görə, hələ bir neçə ay əvvəl Anar Əlizadə ilə Adnan Əhmədzadə arasında konflikt yaranıb. Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən poçt şöbələrinin birində partlayış olub. Məlumata görə, bir nəfər Tataristandakı müxtəlif ünvanlara öz adına 5 bağlama göndərib. Onlardan biri partlayıb. Hadisə yerinə mina təmizləyənlər gəlib. Partlayış nəticəsində xəsarət alan olmayıb. Poçt binasından 10 nəfər təxliyə edilib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 44 günlük müharibə zamanı İrəvanın Azərbaycan ərazisində mülki hədəfləri vurduğunu söyləmişdi. Bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib. Sarkisyan 44 günlük müharibə zamanı Ermənistan tərəfinin Gəncənin mülki əhalisinə hücum etməkdə ittiham edərək ona qarşı ittihamlar irəli sürmüşdü. Rubinyan Sarkisyanın sözlərindən sitat da gətirib. Erməni tərəfi Gəncədə hərbi hədəfləri yox, mülki əhalini hədəf alıb. İran kəşfiyyatı İsrailin nüvə və hərbi obyektləri ilə bağlı məxfi sənədlərə çıxış əldə edib. Bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, məxfi sənədlərdə əsas mərkəzlər haqqında məlumatlar, eləcə də müvafiq proqramlarla bağlı alimlərin və hərbi qulluqçuların adları yer alıb. Məlumatın mənbəyi və əhatə dairəsi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb. İranın Kəşfiyyat naziri İsmail Xətib isə Netanyahuya ironiya ilə müraciət ünvanlayıb. İrandakı su böhranını necə həll edəcəyinizi düşünməkdənsə, cüzi pullar müqabilində bizə işləyən əməkdaşlarınızın maaşlarını necə artıracağınızı düşünün. Yəmənə məxsus təyyarə İsrailin Eylat şəhərinə zərbə endirib. Bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata görə, Yəməndən buraxıldığı ehtimal edilən pilotsuz təyyarə İsrailin cənubundakı Eylat şəhərinə vurub. Nəticədə 20 nəfər yaralanıb.